Salam, bugün mən sizə coğrafiya test toplusu, daha doğrusu Güvən Nəşriyyatı 2024-cü il səhifə 296-dan demək dil ailələri, dil qrupları və xalqlar bölməsindən Hind Avropa dil ailəsinə daxil olan dil qrupları və onlara daxil olan xalqlar haqqında məlumat verək. Digər video dərslərdən biz Slavyan dil qrupu, German dil qrupu, Roman, Kelt, Baltik, İran dil qrupuna daxil olan xalqlar haqqında məlumat vermişdik. Həmən video dərsləri YouTube kanalıma yükləmişəm. Həmən kanala abunə olub həmən demək video dərslərə baxa bilərsiniz. Hind-Ari dil qrupuna daxil olan xalqlar haqqında məlumat verək. Pəncablılar. Əvvəlcə biz bilməliyik ki, Pəncablılar Hind-Avropa dil ailəsinə aiddir və Pakistan əhalisinin 65%-ni təşkil edir. Pəncablıların etnik tərkibi yerli əhali ilə skiflərin, taciklərin, puştunların və ərəblərin qarışığından ibarətdir. Tərkiblərinə Cad, Rajputa, Gujar və sair etnik qruplar daxil olmuşlar və Pəncablıların qərb qrupu olan Laxında Pəncab dilinin müstəqil dialekti sayılır. Pəncablıların ümumi 98 milyon nəfərdir. Pakistan və Hindistan arasında bölünmüş Pəncab əyalətində Hindistan Pəncabı və Pakistan Pəncabı sinkretik həm İslam, həm Hindus dillərinə müəyyən elementlə əks etməklə Guru Nanak tərəfindən yaradılmış bir təlimin adıdır. Demək, Pəncablılar həm Pakistan ərazisində, həm də Hindistan ərazisinə düşür. Yəni sərhəddində yerləşir. Burada xəritədə daha aydın göstərilmişdir. Fikir versək, həm Hindistan, həm də Pakistan sərhəddində yerləşir. Və iki hissəyə bölünür. Demək, Pakistan ərazisindəki Pəncab, Pakistanın 4 əyalətindən biri, Pakistanda ən sıx əhalisi olan əyalətdir. Adının fars dilindəki penc, yəni 5 və ab, su, çay sözlərinin birləşməsinin əmələ gəldiyi vurğulanır və bu əyalətdə çayların sayının çox olmasına işarədir. Burada sahəsi verilmişdir. 205.344 kvadrat kilometr, əhalisi 79 milyon 429 min 701 nəfərdir. Əyalətdə bir çox tarixi abidələrlə yanaşı ölkənin ən müasir tikinti və infrastrukturları da var. Əyalətin mərkəzi Lahor şəhəridir. Burada bayraq verilmişdir, gerb göstərilmişdir və coğrafi koordinatlar verilmişdir. Və bir də ölkə olaraq Pakistanla inzibati mərkəz Lahor şəhəri yaradılıb 1 iyul 1970-ci illərdə. Və burada xəritədə göstərilir daha yaxından. Bir də Lahor şəhərinə baxaq. Lahor şəhəri Pəncab əyalətinin paytaxtı, Kəraçidən sonra ölkənin ikinci ən böyük şəhəri. Şəhər Ravi çayı sahilində Hindistanla sərhəddə yaxın yerləşir. Burada ölkənin kinostudiyası Lollywood yerləşir. Və bir də var Pəncab ştatı. Pəncab ştatı Hindistanın ştatlarından biridir. Mərkəzi Chandigarh şəhəridir. Əhalisi 25 milyon nəfərdir. Ərazisi 50.362 kvadrat kilometrdir. Burada coğrafi koordinatlar verilmişdir. Ölkə olaraq Hindistan və inzibati mərkəz Chandigarh. Və burada məlumatlar yazılır, qeyd olunur Pəncablılar haqqında. Dinləri, deməli, Pakistan ərazisində olan Pəncablılar müsəlman, Hindistan ərazisində olan Pəncablılar isə hinduslardır və burada böyük əksəriyyət, yəni Pəncablılar iki hissəyə bölünmüşdür.
və bir hissəsi 20 milyona yaxın isə Sikhdir, yəni dinləri. Milli geyimləri verilmişdir. Milli geyimləri burada daha ətraflı göstərilir. Dilləri burada qapalı etnokonfessional icma doğma Pəncabı dilinin etnolektindən, yəni dini, etnik və ya sosial qrupun istifadə etdiyi məxsusi dialekt və Gurk-Muxi adlanan xüsusi əlifbadan istifadə edir. Bengallar Bangladeşdə 150 milyon nəfərdən çox, Hindistanın qərbi Benqaliya və Tripura ştatlarında 100 milyon nəfərə yaxın yaşayırlar. Ümumi sayları 300 milyon nəfərə yaxındır və müxtəlif dövrlərdə Nepal, Bhutan, Singapur, ABŞ, Kanada, Böyük Britaniya və başqa ölkələrdə də məskunlaşmışlar. Burada məşhurları haqqında, yəni burada şəkillər təsvir edilmişdir. Etimologiyasına baxaq. Banga etnonimi Vedalarda əksini tapan Hindistanın şərqində Qanq çayı vadisində mövcud olmuş Banga dövlətinin adı ilə bağlıdır. Tarixi haqqında burada məlumat verilmişdir daha ətraflı. Qanq vadisində Qanq-Brahmaputra çaylarının deltasında yaşarlar. Bengal dilində Bangla və qədimdə bu ərazilər Anga, Vanga, Guada adı ilə tanınmışdır. Və burada eradan əvvəl 1-ci minillikdə Bengalların etnik ərazisinə Jainizm və Buddizm dinləri yayılmışdır. Bengallar xalq olaraq Avropoid irqini Hind-Aralıq dənizi tipinə və əsasən Mezo-Hind antropoloji tipə aiddir. Bu xalq Mongoloid şimalda və şərqdə və Dravid demək cənubda irqi əlamətlərinə malikdir. Hind-Avropa dil ailəsinə aiddir. Hind-Avropa dil ailəsinə aiddir.
Tarixi haqqında biraz məlumat verək. Demək 8-ci və 13-cü əsrlərdə Benqal dövlətçiliyi mövcud olmuşdur. 13-cü əsrdə burada Dehli sultanlığı nəzarət altına düşmüş və 14-cü əsrdə müstəqil dövlət olmuşdur. Buddizm inkişaf etdiyi, böyük məbədlərin fəaliyyət göstərdiyi Pali dövləti 15-ci əsrədək yaşamışdır. 1575-ci ildə böyük Babur şahların hakimiyyəti altına keçən Benqal demək 18-ci əsrədək bu imperiyanın tərkibində qalmışdır. 18-ci əsrin başlanğıcında müstəqil dövlət yaranmışdır. 18-ci əsrdə Benqaliyada İngilis Ost-Hind şirkəti fəaliyyət göstərməyə başlamış və 1757-ci ildə İngiltərənin işğalı altına düşmüşdür. Britaniya administrasiyası 1905-ci ildə Benqaliyanı iki yerə ayırsa da müqavimətlə üzləşmiş və 1911-ci ildə yenidən birləşdirilmişdir. 1947-ci ildə Benqaliya ikinci dəfə parçalanmış. Hinduist Benqalların yaşadığı Qərbi Benqaliya Hindistana, müsəlmanların yaşadığı Şərqi Benqaliya Pakistana verilmişdir. 1971-ci ildə Milli Azadlıq Hərəkatı nəticəsində Pakistan geri çəkilməyə məcbur olmuş və Bangladeş Respublikası yaradılmışdır. Bu xalqın nümayəndələri Hindu, Urdu dillərində də danışırlar. Benqal dilinin qərbi, şərqi dialektləri, eləcə də iki ədəbi dil, klassik, yəni qərb dialektləri əsasında və danışıq Kəlküttə və müasir qərbi dialektlər əsasında dilləri formalaşmışdır. Bongakhor yazısı qədim Hind Brahmi qrafikası əsasında yaranmışdır və Bangladeşdə yaşayan Benqallar əsasən sünni müsəlmanlardır. Aralarında hinduslar da vardır. Hindistanda yaşayan Benqallar isə əsasən hinduslardır. Aralarında müsəlman, Jainist və xristian Benqallar vardır. Şivaist və Vishnuit Benqallar Durgu və Kali tanrılarına sitayiş edir. Payızda Durga Puja bayramını keçirirlər. Burada Keşmir şəhəri haqqında daha ətraflı göstərilmişdir. Pakistan kontrolu altında olan Keşmir şəhəri və Hindistan kontrolu altında olan, yəni nəzarəti altında olan Keşmir şəhəri. Burada aydın göstərilir. Bangladeş Qərbi Asiyada dövlət. Demək ki, Bangladeş və ya rəsmi adı Bangladeş Xalq Respublikası Cənubi Asiyada dövlət. Bangladeş keçmiş Şərqi Pakistan ərazisində yaradılmışdır və 26 mart 1971-ci ildə müstəqil dövlətdir və rəsmi olaraq 16 dekabr 1971-ci ildən dövlət kimi təşkil olunmuşdur. Şimal, qərb və şərqdə Hindistan, cənub-şərqdə Myanma ilə həmsərhəddir və cənubda isə Benqal körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı ən böyük şəhəri Dəqqə şəhəri, ümumi sahəsi 147.570 kvadrat kilometrdir. Və burada bayraq və gerbi göstərilmişdir. Ümumi yer kürəsində yeri göstərilmişdir Bangladeşin. Paytaxtı Dəqqə şəhəri. Və burada Benqalların dilində Benqaliya ölkəsi deməkdir. Və tarixi haqqında burada məlumat verilmişdir. Rəsmi dili Benqal dilidir və burada etnik qruplar Benqallar, dini İslam, Sünni təriqətidir. Paytaxt Dəqqə şəhəridir. Ən böyük şəhərlər Dəqqə, Chittagong şəhərləridir.
2023-cü il məlumatlarına əsasən əhalinin sayı 169.828.911 nəfərdir. Hind-Ari dil ailəsinə daxil olan xalqlardan demək Sinqallar, Sindlər və Urdular haqqında məlumat verək. Gamhara Şri Lankanın demək qərb vilayətinin Gamhara dairəsinin əsas şəhəri. Şəhər Şri Lankanın kommersiya paytaxtı Kolombanın şimal-şərqində yerləşir. Gampara qərb vilayətinin Kolombo, Negombo və Kalutara, Panadura və Avisavela şəhərlərindən sonra ən böyük 6-cı şəhərlərdir. Gampaha şəhəri Negombo şəhərindən sonra Gampaha dairəsinin ən böyük 2-ci şəhəri hesab olunur. Şəhərin sahəsi 13 kvadrat kilometr təşkil edir və burada 75 hökumət institutunun ofisi yerləşir. Və burada Şri Lanka, ölkə olaraq Şri Lanka coğrafi koordinatlar verilmişdir. Gampaha şəhəri. Əhalisi 9889 nəfərdir. Burada Sinhal dilində Gampaha 5 kənd deməkdir. 5 kənd İhalagama və burada Pahalagama, Medagama və Patiyagama və Alutgamadır. Amma hazırda Patiyagama, Gampaha şəhərlərinin inzibati bölgüsünə daxil edilmir və bu barədə müzakirələr gedir. Gampaha şəhərinin keçmiş adı Henarad Qodadır. Və tarixi haqqında burada məlumat verilir. Videonu da dayandırıb, yəni tarixi haqqında məlumatla maraqlana bilərsiniz. Və bir də burada demoqrafiyasında burada verilir 2021-ci il, 2011-ci il statistikasına görə şəhərdə 9889 nəfər vardır. Sinhal dili haqqında burada məlumat verilir. Yerli olaraq Helabasa kimi tanınan Sinhalların ana dilidir və Şri Lankanın ən böyük etnik qrupunu təşkil edirlər və sayları təxminən 15 milyon nəfərdir. Sinhala həmçinin cəmi 3 milyona yaxın və Şri Lankanın digər etnik qruplar tərəfindən ikinci dil kimi danışılır. Sinhala dili Hind-Avropa dillərinin Hind-Ari qrupuna aid olan dildir və Sinhal Tamil dili ilə yanaşı Şri Lankanın rəsmi və milli dillərindən biridir. Və burada Sinhal dilinin yayılma arealları verilmişdir Şri Lanka üzrə. Şri Lankanın Sinhal əyalətinin xəritəsi mavi rəngdədir. Yazısı Sinhal yazısıdır. Və ümumi sayları burada 15-16 milyon nəfər. Dili Sinhal dili, dini Buddizm dini. Sind haqqında məlumat verək. Burada Pakistanın cənub-şərqində yerləşən zəngin tarixi Hind çayı vadisi və qədim Mohenjo-Daro sivilizasiyanın vətəni kimi tanınan bir əyalət. Pakistanın əhalisinə görə ikinci ən böyük əyalət olan bu əyalət paytaxtı Kəraçi olan əsas iqtisadi mərkəzdir və Sufi mədəniyyəti və Sindhi dili ilə zəngin olan bu bölgə tarixən fərqli bir ərazi vahidi olub. Baxmayaraq ki, sərhədləri və inzibati statusu Britaniya hakimiyyəti dövründə də daxil olmaqla zamanla dəyişib.
Və burada Sinhallar yenə məşhur şəxsləri burada təsvir olunmuşdur. Və Şri-Lankanın yerli əhalisidir Sinhallar. Sayları 12 milyon nəfər, üstəlik 60 min nəfəri Avstraliya, Singapur və Yeni Zelandiya ərazisində yaşarlar. Sinhal dilində danışırlar. İnanclarına gəldikdə Buddizm və az bir qismi xristianlıq yayılmışdır. Və Sind haqqında burada əsas məlumat verilir. Cənub-Şərqi Pakistan, Hind çayı vadisinin hakim olduğu ərazi və Mohenjo-Daro kimi qədim Hind vadisi sivilizasiya yerlərinə ev sahibliyi edir. Və şəhərləri Karachi şəhərləri, Haydarabad və Sukur şəhərləridir. Və Sindhi xalqının fərqli bir dili və irsi var və bu tez-tez Sindhi xalqı ilə əlaqələndirilir. Eramızın 711-ci ildə Əməvi xilafəti tərəfindən fəth edilmiş və daha sonra 1936-cı ildə Britaniya dövrünə ayrı bir vilayət kimi yaradılmışdır. 1988-ci ilə yazılmış rəsmi olaraq Sinddən Sind olaraq dəyişdirildi. Urdu dili 13-cü əsrdə yaranan və Hind-Avropa dil ailəsinə daxil olan dildir. Pakistan rəsmi dilidir. Urdu dili yayılma arealları burada göstərilir. Hindistan və Pakistanda Urdu dilinin coğrafiyası. Urdu xalqı və məlumatlara baxaq. Ölkə olaraq Hindistan, Pakistan, Fiji, İngiltərə, Kanada, ABŞ, Norveç, bəzi Avropa ölkələrində yayılmışdır. Həmən dildə yaşayan insanlar və burada orijinal adı Urdu Lashkari. Bu dildə danışanların sayı 40-60 milyon nəfərdir. Və beynəlxalq demək, yəni 104 milyon nəfər ikinci dil kimi istifadə edir.
Urdu xalqı haqqında əsasən Hindistanın şimalındakı Hind Urdu qurşağında və Pakistanın müxtəlif bölgələrində yaşayan Cənubi Asiya müsəlmanları, dünyada 100 milyondan çox insan bu dildə danışır. Öz dilləri ilə xarakterizə olunurlar və əhalinin əhəmiyyətli bir hissəsi Pakistandakı mühacirlərdən və Decani xalqı təşkil edir. Və burada əhalisi haqqında məlumat verilir. Hindistanda əsasən Uttar Pradesh, Bihar, Delhi, Telangana və Maharashtra 50 milyondan çox. Pakistanda isə əsasən Karachi və Pəncabda 22 milyondan çox insan bu dildə danışır. Və burada mənşəyi haqqında verilir. Burada dil və xalq 12-ci əsrdə Delhi və Birləşmiş əyalətlər ətrafında yaranmış Moğol hərbi düşərgəsində Fars, Hind və ərəblərin təsirinə salınmışdır. Burada əsasən Urdu dili tək bir etnik qrupa bağlı deyil. Xüsusilə Cənubi Asiyada müsəlman icmaları üçün birləşdirici mədəni dildir. Və Böyük Britaniya, ABŞ, Kanada, Yaxın Şərqdə əhəmiyyətli icmalar mövcuddur. Və burada Pakistanda milli dildir və media və administrasiyada istifadə olunan lingua francadır və baxmayaraq ki, yalnız azlıq bu dildə ana dili kimi danışır. Və burada Hindistanda Konstitusiyanın 8-ci cədvəlində sadalınan tanınmış regional dildir. Urdu və Hind dilləri qarşılıqlı anlaşılır və bəzən eyni Hindustani dilinin bir hissəsi hesab olunur, baxmayaraq ki, onlar fərqli yazılara yazılır. Urdu dili Fars, ərəb, Hind dili ilə Devanagari. Hind dili isə Devanagari